Bakı-Quba Rusiya Federasiya sərhəddi ödənişli avtomobil yolunda avtoqəza baş verib. Qarpızla yüklənmiş yük avtomobili idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb. Hadisə şahidlərinin dediyinə görə qəzaya səbəb yük avtomobilinin qabağına digər yük avtomobilinin çıxması olub. Avtomobildə Rusiya vətəndaşı sürücü tək olub, qəza nəticəsində xəsarət almayıb. Faktla bağlı araşdırma aparılır. Etkeni yok ki onlar, bana benimle. Ne? Mallar öyle basıp ondan alma olamadı. Yukarı uzun sıcak hali bunda. Oğlum anne. Soğuk tayı Osman. Şimalı hiç belə çəkməmsin, nə şəkillə? Ağam, ben öğretmeye olmasa tormu...